Salam izləyicilər, bu video dəstəyi CorelDRAW proqramında yeni faylın yaradılması üsulları haqqında danışacağım. CorelDRAW proqramında yeni faylın yaradılması üçün bu üsullardan istifadə edilir. Bunlardan birincisi salamlama pəncərəsində yerləşən Get Started bölməsində olan New Document əmrinin üzərində mouse'un sol düyməsini bir daha vursaq, Create a New Document adlı dialog pəncərə açılacaqdır və burada olan parametrləri seçdikdən sonra ən sonda aşağıda OK düyməsi üzərində mouse'un sol düyməsini bir daha vursaq, CorelDRAW proqramına məxsus yeni bir fayl yaratmış olaraq, yaradılmış faylı bağlamaq üçün isə gördüyünüz bu X düyməsi üzərində mouse'un sol düyməsini bir daha vurmaq kifayətdir. İkinci üsul, salamlama ekranı pəncərəsinin qarşısında Start a New Document adlı bir əmr var, yəni üstəgəl işarəsi var. Bunun üzərində mouse'un sol düyməsi bir daha vursaq, yenə eyni adlı pəncərə açılacaqdır. Yəni buradakı parametrləri sazlayandan sonra OK düyməsini vurmaq kifayətdir. Üçüncü üsul, menü sətrində yerləşən File menü başlığı üzərində mouse'un sol düyməsini bir daha vururuq. Açılan menüdə New əmri üzərində mouse'un sol düyməsini bir daha vurmaq kifayətdir. Dördüncü üsul, standart alətlər panelində yenə eyni adlı New əmri üzərində mouse'un sol düyməsini bir daha vursaq, yəni yenidən burada parametrləri sazlayaraq sənəd yarada bilərik. Beşinci üsul isə klaviaturadan Ctrl-N düymələr kombinasiyasını icra etmək lazımdır. Yəni olaraq da göstərim, deməli Ctrl və N düymələr kombinasiyası ilə. Və qeyd etdik ki, bu üsullardan hər hansı birini icra etdikdə Create a New Document adlı dialog pəncərə açılır və buradan biz parametrləri sazlayırıq. Növbəti video dəstə bu parametrlər haqqında geniş məlumat verəcəyəm. Videonu bəyəndinizsə like etməyi və kanala abunə olmağı unutmayın. Dostlarınızla paylaşın ki, onlar da bizim video dəstələrdən faydalana bilsinlər. Hələlik sağ olun.